Dostlar, bir şəxsi bir gün getdi Peyğəmbərin yanına, dedi, ya Peyğəmbər, istəyirəm əfsar dünyadan biləm. Dedi, bu yolu tutarsan, gedərsən, yolda nə mənə gördün, nə dindirərsən, nə danışdırarsan. Yolun üstündən keçirdi, gördü bir dənə qancıq it dinməmiş, qarnında balaları səsləndi. Keçdi, getdi, qulaq vermədi. Gördü 3 dənə qazan, biri doyan da doludur, biri bu yanına. Bunlar qəyniyirlər, hərdən bir damcı düşür o boş qazanın içinə. Bu elə cızıldayır, dindirmədi, keçdi. Getdi, gördü bir dənə ağac, o qədri göyçəkdi, hər meyvədən vardı, hansını sındırdı, içi qutlu çıxdı, sovuşdu. Getdi, gördü bulağın başında bir dənə gözəl göyçək quş, nəcisdən zatdan yeyi çıxır, ağaçda belə cəhcəh vurur. Gəldi Peyğəmbərin yanına, dedi, ya Peyğəmbər, iki bıcır gördüm. Dedi, hə, nə olur, bir zaman olacaq, bir qonşu işi gəldi, bir dənə qaşığa bilovu, dədənənə dillənməmiş, uşaq qalxıb cavabını verəcək. Dedi, qazanlar, dedi, o yanda dövlətlidir, bu yanda dövlətlidir, səhər kababı vuracaq, iynə, kasıb vəsətdə sızıldayacaq. Ağac, dedi, ağaçdakı bir zamanın qızları olacaq, huru kimin göyçək gələcək, hansını sındırsa o içi qutlu çıxacaq. Dedi, bilbil, dedi, o da yaxın tərin dustundur, daldonda nəcisdən zatdan yiyəcək, üzündə bilbil zəbanlıq eləyəcək. Dostlar.